Xanımlar və cənablar, Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Çox dəhşətli xəbərlərlə sizin xidmətinizdəyəm mən. Əziz həmvətənlərim, öncəliklə sizin ilaxır çərşənbə günü münasibətilə, bu bayram münasibətilə təbrik edirəm. İnşallah İlham Əliyevlə keçirdiyiniz axırıncı bayramlardır. İnşallah İlham Əliyev bu yaxın vaxtlarda yox olacaq. İti qovan kimi qovacaq onu, narahat olmayın. Deməli, bir də əsas onu deyim ki, əsas bugün dedim, bunu təkrarlayayım, vacib xəbərdir bu. Yəni, Amerikanın aparatları, cihazları var. Amerika İlham Əliyevə dedi, yalan deyirsən sən. Biz orada aparatlarımız var. Əgər bir güllə belə atılsa, o aparatlar aktivləşir. Yəni, hamısını video lenti alır. Deməli və yalan deyirsən. Bəli, Paşinyan dedi, yalan deyir. Avropa müşahidəçiləri ön xəttə neytral, orada sərhəddədirlər. İlham Əliyev gördü, başqa oyun oynamaq olmur. Yalandan 20-30 dəfə ateşkəs pozulub, ermənilər pozub dedi. Və axırda nə etdilər? Qərar verdilər. O Matviyenko ilə bir yerdə FSB nümayəndələri gəlib. O Matviyenko ilə bir yerdə döyüş əmri gəlibdi. Zəngəzur savaşına döyüş əmri veribdi ağası Rusiya. İlham Əliyevə döyüş əmri veribdi. Hər neysə. Deyələmədələn. İndi FSB ilə bizim xarici kəşfiyyatın nümayəndələri hansısa qıraqdan keçəcəklər erməni tərəfə, o yandan bəri güllə ata gələcəklər. Bizim də hansısa bölməmiz var, o güllə atdıqları. Onlar da yanında yerləşdirən həmən o nümayəndələr, FSB nümayəndələr, o bizim xarici kəşfiyyat, onları qıracaqlar və onların Amerikanın da aparatı, qıraqdan da çəkəcəklər, bax, hücuma keçiblər, bax, belə. Gəldilər, qırdılar. İndi yenə deyirəm, mən bunu açıqladım, artıq bu plan həyata keçmək üzrə idi. Bayramımızı qara gətirmək istəyirdilər. Zəngəzura girmək üçün İlham Əliyev özünə haqq qazandırmaq istəyirdi. Amma indi bu olmadı, başqa şey ola bilər. İndi qıraqda hansısa küçdən, hansısa 2-3 dənə FSB əməkdaşı ya bizim xarici kəşfiyyat gedib orada minamyotlar ata bilər, gününcü orta çağı, onu çəkə bilərlər və bundan istifadə edə bilərlər. Sonra da onlar qaçıb itərlər, hər yer meşə, dağlardır, bilirsiniz. Uzun sözün qısası, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, hələ tunellər də var, onu da deyim sizə. Bizimkilər də tunel, qazı vermənlər də. Hər neysə. Ayıq olun, sayıq olun, dünyanın tanıdığı xəritələrdən qırağa çıxmayın. Bir üst komandir sizə hücum əmri verirsə, dərhal yerindəcə vurun. Bu bir, mən deyəcəyim. Bu savaşdan 100% İlham da bilir, ətrafı da bilir. Bu savaşdan 100% biz uduzaraq çıxacağıq. Əldə etdiklərimizlə itirəcəyik. Xalqımızın, devlətimizin, müstəqilliyimizin başına bəla gələcək. Bu savaşa girməyin. Yenə deyirəm, ermənilər deyir ki, biz yol veririk, dəhliz veririk, amma oranın mühafizəsini Türkiyə, Avropa eləsin. Rusiya orada olmasın. İlham Əliyev də deyir, yox. Rusiya orada olacaq, Rusiya o dəhlizdən istifadə eləyəcək, üstəlik də oranın mühafizəsini Rusiya təmin eləyəcək. Uzun sözün qısası bunu dedim. İkinci xəbərimiz, İlham Əliyevin bugün nəvəsi oldu və adını da İlham qoydular. Dırnağı bərk olsun deyirəm. Çünki bunları belə təbrik eləmək lazımdır. Bunlar pişik kimlər cinsindəndir. Bilirsiniz, iki yerdən məlumat gəldi. Bir yerdən dedilər ki, Balaca Heydər Əliyevin arvadı Emin Ağalarovdan hamilə qalıb doğub. Amma daha dəqiq informasiya belədir ki, Balaca Heydərdən maya götürüblər, süni maya və dəyərli vətənlərim, Balaca Heydərin süni mayalanma ilə olubdur. Süni maya, özdə oğlan istəyiblər, dəyərli vətənlərim, dəyərli soydaşlarım, uzun sözün qısası. Balaca Heydərin nəvəsi oğlu oldu. Balaca Heydərin bugün oğlu oldu. Deməli, dəyərli dostlar, dəyərli həmvətənlərim, ikinci dəhşətli xəbərim nədir? Somali prezidenti İlham Əliyevdən görüşüb gedəndən sonra yoxa çıxdı. Birbaşa, bilirsiniz, axranalarının çoxu yaralandı, ölənlər oldu, mühafizəçilərinin. Somalinin prezidenti, mən deyəndə İlham Əliyevə kim salam verir, bədbəxt olur, İranın prezidentindən belə. İnanmırdınız, bax, Somalinin prezidenti yoxa çıxıbdı, darmadağın elədilər, bildiyinizdə, burada demək istəmirəm, nə təxribat oldu, şikayət olar. Getdik Eritreyada 50 nəfər gəmilər, bilirsiniz ki, bizim gəmilər içində silah, narkotik, dollar, böyük tonlarla dollar olan gəmilərimizi müsadirə eləyiblər. Eritreyada və dəyərli vətənlərim ilə Somalinin prezidenti onu xahiş eləməyə gəlmişdi və orada hər gün 50
Hər gün 50 nəfər qara dərili dostlarımız nə edir bilirsiniz də? Bunlar da ailələrinə zəng eləyiblər ki, telefon tapırlar, zəng eləyiblər ki, bizi burada hər gün kişili, qadınlı bizə təcavüz edirlər. Və səslərini çıxartmaq istəyən kimi polis gəlib başın üstünü kəsib ki, bir dənə sosial şəbəkəyə çıxmamalısınız, çıxmamalısınız. Deməli, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, İlham Əliyev aldığım məlumatlar, İlham Əliyev bugün Bakıdan qırağa addımını atmayıb. Hələ nəvəsi olubdu, yəqin ki, yiyib içəcəklər. İlham Əliyev bugün Bakıdan qırağa addım atmayıbsa, bəs İlham Əliyev Ağdərədə, İlham Əliyev güya Ağdərədədir. Bunu niyə belə yalan danışırlar xalq? Axı İlham Əliyev bugün Bakıdan qırağa addım atmayıbdı, dəyərli həmvətənlərim. Dəyərli soydaşlarım, bir də sizə bir şey deyim. Xahiş eləyirəm sizdən, hamınızdan xahiş eləyirəm mən sizin. Bütün şikayətlərinizi, bütün Mark Rubio deyilən birisi var. Ey Azərbaycan xalqım. Mark Rubio, mən burada göstərmək istəmirəm, Instagram səhifəsini göstərmək istəmirəm. Bu Mark Rubio, eləcə yazırsınız, Mark Rubio çıxacaq. Deməli, baxın, deyələmədən, bura şikayət eləyə bilərsiniz siz. Mark Rubio'ya dərdlərinizi yaza bilərsiniz. Zaten öz dilinizdə də yazsanız problem yoxdur, tərcümə eləyəcək. Vətəndaşdan imtin eləmək istəyən, nə bilim, nələr istəyirsinizsə yaza bilərsiniz. Mark Rubio'ya şikayətinizi eləyin. Amerikanın departamenti rəhbəri, Xarici İşlər Naziri. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, bu arada deyim ha, Heydər Əliyevin uşağı oldu, İlham Əliyevin nəvəsi oldu, Heydər Əliyevin arvadı əslən Qusardandır. Mehribanın mavini, keçmiş MTN polkovniki, Mehribanın indiki mavini Elçin Əmirbəyovun qızıdır. Bunu da dedim sizə, indi keçirəm ən əsas məsələlərə. Dəyərli vətənlərim, dəyərli İlham Əliyevin adını yumurta İlham qoydular. Avropada, Amerikada İlham Əliyevin adını yumurta İlham qoydular. Yəni, birisi Trump Putin'lə danışanda deyib ki, Amerikada yumurta çatışmamazlığı var. Bu da bir siyasi jest idi. Gediş idi, xod idi şahmatdakı kimi və Putin də deyib ki, Trump Putinlə yumurta istəyib, Putin də deyib, biz də yumurta çatmır, İlhamla alırıq, onda yumurta çoxdur. Və deyələmədən bu yumurta söhbətindən sonra bütün dünyada, Avropada, Amerikada, İngiltərədə İlham Əliyevin adını Egilham qoyublar. İlham Egilham, Eg Aliyev, yəni yumurta Əliyev qoyublar. Ad da aldı getə. Deyələmədən bu arada çox dəhşətli bir xəbər çatdırım sizə. Ən dəhşətli xəbər. Hani neçə gündür birinci Qabili, sonra da Məhəmməd Mirzəli, Elşad Məmmədov, Məhəmməd Mirzəli, Elşad Məmmədov, daha sonra İlqar Hacıyevi, hansı ki bu adamları, bizləri prokuratura çağırdı bilirsiniz. Niyə çağırdı deyirəm sizə. Deməli, Amerikan, belə olub ha hadisə. Amerikanın iki yerdən aldığım bu məlumatı, ağla batan məlumatı, məntiqdən də düz gəlir. Amerikanın bildiyiniz kimi Rusiyadan gələn nümayəndəsi, Trump'ın nümayəndəsi deməli Vitkov, elə familiyası da Rus familiyasına oxşur. Vitkov Azərbaycana gələndə İlham Əliyev nümayəndəsi Vitkovu Trump'ın nümayəndəsini aldadıb. Deyib ki, mən Amerikaya İlham Əliyev onlara deyib ki, mən Amerikaya ya deyib ya dedizdirib. Mən Amerikaya 10 milyardlıq yatırım eləmək istəyirəm. Deyirsiniz ki, savaş etmə, sülhə qol çək. Amma Avropada blogerlər var, başda mən olmaqdan Qabil Məmmədov, bloger, onlar savaş istəyirlər. İlham Əliyev tam tərsi anladıb, onlar savaş istəyirlər. Birinci onları mənə verin, kömək eləyin, onları mənə verin, mən sülhə qol çəkim. 10 milyardda yatırım eləyirəm Amerikaya. Və deməli, Vitkov deyir ki, bu nə mənə şeydir, 5 nəfər göndərərik də belə, problem yoxdur. Bunlar ruhlanıblar, bu cinayəti, bu prokuratura bu hərəkətə keçdi. Daha sonra isə bunu deyəndən sonra Mark Rubio razı olmayıb, Anglo-Saksonlar razı olmayıb, İngiltərə razı olmayıbdı və dəyərli həmvətənlərim bu anlaşmanı iptal edib. Yoxsa bizi Trump'a İlham Əliyev satmışdı 10 milyard yatırımla sülhə qol çəkməkdən, ömrünü uzatmaqdan. Yəni bizi müdafiə elədilər Avropa, İngiltərə, Anglo-Saksonlar və elə Mark Rubio. Əziz həmvətənlərim, gördünüzmü? Açıldı, bunun da pərdə arxası açıldı. İlham Əliyev bizi dünya tanıyır, kişi kimi, səni də gədə kimi.